Hal-hazırda burnumda büyüklüğü məni narahat edir. Qalın dəri. Biraz havalı, küçük. Hardan gəlmişsiniz? Qaxdan gəlmişəm. İyi Türkçe danışırsınız. Çünki Türkiyədə yaşayıram. O yüzden. Əməliyyat heyecanı varmı? Çox. Əməliyyat olmaq istəyənlərə nə demək istəyirsiniz? Qorxmayın, çünki mən də qorxmuram. Qorxmuşdunuz. Siz əməliyyat etsəniz, onunsa doktora güvənirsiniz. Təbii ki. Qalın dərili əməliyyat nəticələrindən birini müqayisəli göstərəcəksə, deməli pasiyentin əvvəlki burun ucu görüntüsünü görürsüz ki, necədir? İndi isə nə əldə etdik? Gəlin onların müqayisəli şəkildə baxaq. Deməli burunun yan görüntüsündə nə əldə etdik? Gördüyünüz kimi burun ucuna dəstək verdik. Azcaq burun belini incəltdik. Sağlam bir burun ucu əldə etdik və nəzərə alaq ki, qalın dərilərdə hər zaman qığırdaq yetməzliyi olur. Onunla belə burun ucunu dəstək verə bildik. Və burnun yuxarıdan görüntüsünü də yəqin ki, müqayisəli görsəz, bax, burun ucunun bura gəlib çıxdığına şahidi olarsınız. Yəni dediyim kimi, belə burunlarda qısıtlı nəticələr almaq olur, amma biz isə çalışırıq maksimal nəticələri alaq. Ona görə bizə güvənə bilərsiniz. Xeyirli uğurlu olsun.